Özləri qəsdən eləyir. Mən qəsdən eləyirlər ki, mənim ətim bassın burada. Sahibkarın ət məhsullarını dondurmada saxladaraq yararsız hala salan kimlərdir? 5-ci gündən ətimi bax belə qlomluyublar. 5-ci gündən. Qlomluyublar ki, əti əl vursan sənin 4 min manat cərimə eləyəcək. Ruslan adlı şəxs həqiqətənmi sahibkardan rüşvət istədi? Ya ayda 1000 manat pul ver. Burada qapını da kəs. Ruslan istəyirsən də 1000 manat pul istəyir. Mənim nəzə hədəllikdə mən deyir ki, ya Ağdamlısan qardaş, get Ağdamda heyvanı kəs. Sən burada işləyən Ruslan harada işləyir? Ruslan qidada işləyir. Ət məhsullarından götürülən analizlərin cavabı niyə gecikdirilir? İmkan vermirlər. Ancaq mənim üstümə düşüblər. Bu ətləri bulonluyublar ki, satılmaz. Bulonluyublar. Əl vursam 4 min manat yer cərimədir. Mən də əl vurmuram. Heç xaladinin ağzını daşımamışım. Neçə gündür bu ətlər burada? 7 gündür. 7 gün olur mu? Analizin cavabı bir günə çıxmalıdır. Gün yarıma çıxmalıdır. Nələr baş verir? Birazdan. Buyur qardaş, təqdim edəcəm. Mən Ağdam rayon Kəngəri kənd sakini İbadə Mobil İldırımov. Nədir problem? Mənim problemim, mən bu qida məndən əl çəkmir. Mən hər həftə gedirdim, Boynada heyvan kəsib peçatdıb gətir. Bir gün getməmişəm, tökülüşlər bura, həmən gündə ət satmamışam. Gəlib tökülüşlər bura ki, əti müsadir eləyəcək. Demişəm, niyə müsadir? 2 dənə quzu kəsmişəm, balamı dolandırmaq üçün. Məndən nə istəyirsin? Deyir, yox, ət orada kəsilməlidir. Ənsə maşınıza çağırıblar ki, əti yılıb götürüb aparacaq. Demişəm ki, ətimi hara aparırsan, mən bununla dolanıram. Mən bir dəfə getməm, mən bir belə sənətim var, orada heyvan kəsdirmişəm, prosto şənbə günü 5-ci gün getmədim. İmkan olmadı, getmədim. Biraz gec oldu deyə. Amma bunlar 4-cü gün kəsilən ətlərdir də. 5-ci gündən ətimi bax belə qlomluyublar, 5-ci gündən. Qlomluyublar ki, ətə əl vursan sənin 4 min manat cərimə eləyəcək. Mən də ətə əl vurmamışam, bugün 6-7 gündür, ətim bax bu vəziyyəti, ətim təmiz batıbdır. Məmmədov Ruslan. Kimdir o Məmmədov? Məmmədov Ruslan Bərdədən gəlir, əsas o mənim üstümə düşüb. Mənə deyir, Ağdamlısan, get Ağdam yerində heyvanı kəsərsən. Sən nə işin var burada? Ya ayda 1000 manat pul ver. Burada qapını da kəs. Ruslan istəyirsən də 1000 manat? Ruslan 1000 manat pul istəyir. Mənim nəzə hədəllikdə mənə deyir ki, ya Ağdamlısan qardaş, get Ağdamda heyvanı kəs. Sən burada işləyən mən. Ruslan harada işləyir? Ruslan qidada işləyir. Regional qidada işləyir. O nəzarət. Siz əti aparıb gündə hansı ki, kəsim məndə 30 manatlıqda ətimi götürüb aparıb. Niyə aparıb? Analiz aparıb. Analiza 100 qram aparmalıdır. 30 manatlıqda ətimi götürüb aparıbdı. Həmən gündə ət satmamışam. Elə nətərdə ətim bax burada batıb gedir. Bax belə qalmışam belə. Mən dərdimi kimə deyəm bilmirəm. Bunu bulonluyublar ki, qardaş, imkan vermirlər. Ancaq mənim üstümə düşüblər. Bu ətləri bulonluyublar ki, satılmaz. Bulonluyublar. Əl vursam 4 min manat yer cərimədir. Mən də əl vurmuram. Heç xaladinin ağzını daşımamışam. Neçə gündür bu ətlər burada? 7 gündür. 7 gün olur mu? Analizin cavabı bir günə çıxmalıdır. Gün yarıma çıxmalıdır. Müraciətin kimədir? Müraciətim prezidentimizədir. Ondan xahiş edirəm, bu işə tədbir görün. Bax, məni bu vəziyyətə qoyurlar. Mənə imkan vermirlər, mən balamı dolandıram. Mən heyvan kəsib, qapımda heyvan dükanım var, bax, qoymurlar işləməyə. Bax, mənə elə hədə qorxu gəlir. Mənə deyir ki, pul verməlisən. 1000 manat pul verərsən, qapımda kəssənsə kəs. Bax, əsas mənim işim Ruslanla. Heç orada gedirəm, heyvanı kəsirəm, maşının bagajına qoyanda gətirib peçat var. Heç əti yoxlamırlar. Deyir, burada kəsəndə mundar olur, orada kəsəndə təmiz olur. Bəs nətər təmiz olur? Bu əti yoxlayın da, bagaja qoyanda niyə yoxlamırsınız? Maşının bagajına qoyanda peçat var. Dəyərli izləyicilər, gördüyünüz kimi giyinə qaydalarına uyğundur. Hər yer tərtəmizdir. Baxa, bilərsiniz, kondisioneri, hər bir şeyi, tərtəmiz suyu, hamısı giyinə qaydalarına uyğundur. Yəni gördüyünüz kimi problem yoxdur da, yəni burada. İndi məqsəd nədir bilmirik. 1000 manat vətindir, Yəni vətəndaşın iddiasına görə, biz də gördüyümüz görə 1000 manata yaxın ətdir, qalıb hansı ki bir həftədir burada xarab olur. Yəni biz də xahiş edirik aidiyyatı qurumlardan. Bu haqda bir tədbir görün. Ət qaralır. Yəni yapışqanlı, təmiz qaralır. Sümüyü çıxıb qapqara qaralıb gördüyünüz kimi.
Bunu açıb sata bilməzsən də. İxtiyarım yoxdur. Deyir ki, ixtiyarın yoxdur. Satsa 4 min manat pul ödəyirsən. Bəs ixtiyarın yoxdur, denən bir günə bunu analizə gətirir. Yer ola bilər 15 günə gəlir. 15 günə bu məhv olur axı. Onların ardınca fikirləri bu ki, mənim ətim batır. Mən batırım, mən ona görə bax, bu hərəkəti ona görə edir. Əsas Məmmədov uçulan edir bu işləri. Bunlar bulondur da, ətin üstünə. Bulonmurdular, gedir. Gördüyünüz kimi dəyərli izləyicilər, sivej ətdir də. Amma qaralıq bir həftədir ki, burada qalan ət necə olmalıdır? Rayon yorudur, işıq keçir, yanır, halinin gücü satmır. Bir həftəyə ət qalmaz axı. Ay hörmətli Ruslan müəllim. Vətəndaşın da əlində dəyərli izləyicilər, sənət var ki, hansı ki bir gün qabaq gündəlik gedib orada ətin kəsil, ət kəski məntəqəsində. Bir gün getməyib, getməyin də səbəbi budur ki, getməməyin səbəbi budur ki, yəni kəsdiyi heyvan satılmıyor. 10 kilometr arası var belə. Həm uzaq olduğuna görə, həm də kəsdiyi heyvan satılmayıb, ona görə də getməyib. Hansı ki, qidada bax bu vəziyyətə qalır vətəndaşı. Yəni, vətəndaş aidiyyəti qurumlardan kömək istəyir. Nə sənətlərdir bunlar qardaş? Orada elə bir ətin peçatlar, orada peçatlanıb sənətləri veriblər. Mənə bax, hər gündə getmişəm. Kəski məntəqəsində. Həftədə neçə dənə quzu kəsmişəmsə, aparıb orada elə bir sənət veriblər mənə. Bir gün getmədiyimə görə məni bax belə, özləri qəsdən eləyir. Mən qəsdən eləyirlər ki, mənim ətim bassın burada. Mənə da elə, bax, sənətlər hamısı olan sənətir. O gün daxilində və kəsdiyimi də telefonla yolunu yükdürür. O sənətlərdən. Nümunə götürüldü, laboratoriyaya yollanılır. Nümunənin cavabı gələndən sonra uyğun gələn kimi sahibkara əti təqdim olunacaq. Mobil özü bilir. Məhv olub axı əti burada. Yox, olmaz. Ona biz dedik ki, sən əti götürək aparaq şoxxanaya qoyaq. Bizim şoxxanamız var. Əti qoyanda nə qədər istəsəz, uzun müddət saxlamağa bir xaladeliyimiz var. Maracil o da dedik baxıyırsan, ki, bəli, şok da şok. O da dedi ki, yox, elə mənim elə xaladeliyimlə bu qalsın, heç bir problem yox. Biz də dedik, nə dedik? Siz nə cür məsləhət görürsünüz? Yox, indi bu çatmır ha, yəni maracil kəsi çatmır. Bu siveci quzu ətidir, burada qalıb vətəndaşın məcburi köçkündür. Bu qanunsuz kəsim deməkdir. Bu Azərbaycan Respublikasının prezidentinin 199 saylı sərəncamıdır ki, bu qanunsuz küçə kəsimi, kəsim məntəqəsində həkimin nəzarətində kəsilməlidir. Əgər o quzu mən demirəm, qəşəkdir, gözəldir, təmizdir. Nə olsa da, əgər onun üstündə möhrü yoxsa, dövlət baytar müfəttişinin sənədi yoxsa, bu qanunsuz kəsim deməkdir. Doktor, var axı əlində, vətəndaşın əlində sənədlər var ki, mən də baxırıq ki, həqiqətən də kəsim məntəqəsində kəsir. Heç orada da yoxlamırlar axı. Orada maşına qoyanda peçatlanır. Müəllim, iminli elə bir o ətin üstündə peçat yoxdur deyə. Mən də bizdə nə dedik ki ona? İminli o ətin üstündə yoxdur. Yox, indi orada ət yoxlanır ki, həmin kəsim məntəqəsində. Yox, o ətlər limunə götürülür, bəli. Həkim ona baxan kimi onu termometriyə eləyir, klinik. Yox, həmin kəsim məntəqəsindən gedir söhbət. Orada axı elə orada kəsirlər, hörmət edir və yığırlar, maşında peçat vururlar axı. Yox, maşında peçat vurulmuyor. Müəllim Yusufun C'nin nömrəni bilir, ona denizdən gelirsin, mobil o sektor müdürünə. Onunla danışsın. Sektor müdürü burada peçat. Bilir. C'den soruşun, o mobildən nömrəni soruşun, özü bilir. Və bu ət qaralıb axı. Doktor, bu ət qaralıb. Bunun indi sonra bu vətəndaş... O nümunənin cavabı gəlmək üçün laboratoriyadan cavab gəlməlidir. Biz ona dedik ki, sənin ətini aparıb var şoxanaya, şoka.
şoka qoyaq, dursun orada. O da bizimle razılaşdı. Aydın oldu doktor. Ben numuneyə nə qədər ət götürürlər? Bir dənə. Numuneyə 1 kilo ət götürürlər. Bu da deyir ki bir paket ət alsa bir 30-40 manatlı bunu ətlə balıqlar. Yox, 1 kilo müəllim. Tarix boyu ola bilməz eləcə. Burada vətəndaşın iddiası var. Kamerada da şu baxı burada. Yox, müəllim 1 kilo ət götürülür. Akta da, izzata da yazılır. Qolun altına da sahibkar qol çəkir. Yalan deyil. Bizim əlimizdə fakt var. Çox sağ ol, təşəkkür. Minnətdaram. Siz sağ olun. Sağ ol. Sağ ol.